Yəni uşaqlar, bu misallarımızla belə elədikdən sonra artıq dərsimizin qurtarmasına saniyələr qalıb. Yüz getsin, zəngi vursun. Müəllim keçsin, müəllim. Bir dəqiqə sakit durun, mən gedib zəngi vuraram. Eşək gedirəm qırırsınız. Aha, müəllim getdi. Gəlin nəsə oynayaq. Ay, hələ zəngi vurulmayıb, qalxmayaq, yoxsa müəllim bizi döyər. Çox məntiqli. Aha, zəngi vuruldu. Nə axırıq tez baza. Sakit dayan, hələ 10 dəqiqəlik tənəffüs, böyük tənəffüsdə. Özə bir şey deyəcəm. İkinci dərsə çatırıq. Hələ yürüyən sizce film gəlməyib. Həqiqətən, o normalda biraz tez gəlir. Merhaba arkadaşlarım. Ay, ikinci dərsə çatırıq. Sən hələ indi gəlirsən, niyə? Arkadaşlar, uyanamadım. Ay, gəlin nəsə oynayaq. Düz deyirsən, tənəffüsdəyik, hələ boş-boş duracağıq. Baxın, mən belə bir oyun bilirəm. Mən məsələn bir cümlə deyirəm. Digər kişi isə mən dediyim cümlənin axırındakı hərflə başlayan cümlə deyəcək. Ben anlamadım. Şaşırmadıq. Əgər oynayanda başa düşərsən. Onda ilk öncə kim danışacaq? Mən başlayıram. Arkadaşım, nədən ilk öncə sən başlayırsan? Düz deyir. Aya, nə fərqi var? Aya, nə fərqi varsa onda ilk mən başlayayım. Başla. Yox, mən ortalıq qarışsın deyə nə dedim? Yaxşı, mən başlayarım. İnsan. İnsan dedi, n hərfi ilə nanə. Nanə. Ə ilə qutarır. Əlcək. Y hərfi ilə yağış. Arkadaşlar, benim beynim ağrıyor. Ben oynamayacağım. M hərfi ilə müəllim. Ay, o nə tər cümlədir? Cümlədir də. Ay, hələ cümlə yoxdur. Ay, yox, hələ cümlə danışır. Bir dəqiqə sakit dayanın. Arkadaşlar, kavga etməyin. Keçi boynuzu düz deyir. Dostlar, müəllim gəlir, hamı otursun yerinə. Hardan bildin, hə? Qapının yanına kameralı drone qoymuşdum, oradan gördüm. Nə saçma bir şey ya. Nə tez keçdi tənəffüs. Bir dəqiqə, bundan sonraki dərs nə dərsidir? Tarix dərsidir. Nə? Ay, zindan ara çıxdım. Dərsimi təkcələmədən bir qədər